Ehtiyac yoxdur, məsələn, insan İslamı qəbul eləyəndən sonra iman daxil olur, insanın qəlbinə iman daxil ola, insan ola, mömin. Elə bu qədər ki, düz insan olsun, kifayətdir. Allah onlara bir növ cavab verir. Ardıcan növbəti ayədə buyurur, Hucurat surəsi 15-ci ayədə, İnnəməl mu'minun, yaxşı, möminlər kimlərdir? Allaha və Peyğəmbərə itaət eləyənlər. Məlum. Ardıcan buyurur, Əlləzinə, möminlər o kəslərdilər ki, Āmənu billah və rəsulih. İman gətiriblər, düzdür. Allaha və Peyğəmbərə iman gətiriblər. Allahın elçisinə, Allahın göndərdiyinə iman gətiriblər, inanıblar. Bu qədər, xeyr, ardıcan işlər var ki, insan onları görməlidir. Thumma ləm yərtabu, iman gətirmək kifayət eləmir. İman gətirəndən sonra şübhiyə düşməyiblər. Şəkkə düşməyiblər. Haqqı, həqiqəti qəbul eləyiblər. Bu bir məsələ, gözəl. Amma mümkündür ki, insan qəbul etdiyində şəkkə düşə, şübhiyə düşə. Nə vaxtsa, hansısa bir hadisədəmi, hansısa həyatın çətin sınağındamı, müəyyən vaxtlarda, zamanlarda, məkanlarda şeytan insana vəsvəsə eləyə bilər, nəfs insana vəsvəsə eləyə bilər, çətin-çətin imtihanlar, hadisələr, təbii, qeyri-təbii hadisələr insanı belə gətirə bilər ki, insan şəkk eləsin, şübhiyə düşsün. Məsələn, bir nümunəsini çəkirəm. Görsən, bir adam Allaha inanır, Peyğəmbərə inanır, amma gəlir elə bir çətin an yaşayır ki, o çətin anda hətta bəzən dilinə də gəlir. Belə insanlar olur ki, dilinə də gəlir ki, bəs hanı Allah? Allah niyə kömək eləmədi? Allah məsələn, niyə bu zülmə, haqsızlığa göz yumdu? Bir anlığa insan görürsən ki, həmin o qəbul etdiyi Allah barəsində şübhiyə düşür. Və yaxud da məsələn Allah barəsində görürsən pis gümana qapılır. Pis gümana qapılır. Bədgüman olur. Mümkündür. Başlayır şikayətlənməyə, danışmağa, deyinməyə. Bunlar hamısı onu göstərir ki, o iman ki var idi ibtidada insan nəyinsə nəticəsində iman gətirmişdi, qəbul etmişdi, amma görürsən şübhiyə düşür. Mümkündür ki, məsələn, insan axirəti qəbul eləyib, qiyaməti qəbul eləyib, amma gəlir qiyamət barəsində görsən şübhiyə düşür. Hətta Peyğəmbəri mümkündür bir adam qəbul eləyə, ona Peyğəmbərimdir deyə, sən həqiqətən Allahın rəsulusan, elçisisən, amma Peyğəmbərin sözü insanın şəxsi mənafe ilə ziddiyyət təşkil eləyəndə, şəxsi mənafe, istəklər insana güc gələndə, artıq Peyğəmbərin Peyğəmbərliyində başlayır şəkk eləməyə, şübhə eləməyə ki, sən ya Peyğəmbər, mən səni qəbul eləyirdim, sən həqiqətən Allahın Peyğəmbərisən. Amma burada mən sən deyən nəsə mənə çatmır, məni qane eləmir. Çoxdur belə insanlar deyənlər ki, dində mən dini qəbul etmişəm, amma dinin bəzi məsələləri mənə çatmır. Çoxdur belə insanlar. İnnəməl mu'minun əlləzīnə āmənu billahi və rəsulih thümmə ləm yərtabu. Bax, bu ləm yərtabu çox mühüm məsələdir. Ki, şübhiyə düşməyələr. İman gətirmirsən, çox gözəl. Amma əd-dünya darun məhfufətun bil-bəla. Dünya bəlalarla, çətinliklərlə bürünüb. Bu çətinliklər zamanı sənin imanın yerindən oynaya bilər. Sənin imanını lərziyə salan məqamlar ola bilər. Tamah insanın, hərisli insanın imanın yerindən oynada bilər. İnsan şübhiyə düşə bilər. İnsan plan cıza bilər. Məsələn, Peyğəmbər əhl-i beytinə o divan tutanlar, onları o cür qətlə yetirənlər, görürsən bir çoxları dünya üstündə, dünyanın bərbəzəyi üstündə, zinəti üstündə, var-dövlət üstündə, bəzən bu boyda cinayətlərə əl atıblar. Həmin o qatillər, həmin o dövrün zülümkarları. Bilə-bilə ki, məsələn, bu Allahın Peyğəmbəridir, Peyğəmbərinin əhl-i beytidir, Peyğəmbər bunun üzündən öpüb, gözündən öpüb, qucağında böyüdüb, Peyğəmbər bunu bu dərəcəyə gətirib çatdırıb və Peyğəmbər bunun barəsində bu cür sözlər deyib ki, onu incidən məni incidib, məni incidən Allahı incidib. Bunu bilir, imanı da var, amma yərtabu, bu adam şübhiyə düşüb burada. Şübhiyə düşüb. Bunu şübhiyə salan nədir? Həmin o dünya həvəsi, həmin o dünya məhəbbəti, həmin o dünya sevgisi.
Bax, imanı lərziyə salan, imanı yerindən oynadan insan, məsələn, bir haqq barəsində, həqiqət barəsində imanı var, bir müddətdən sonra düşdü şübhiyə. Məsələn, bir kəsim barəsində olsun, bir dindarın barəsində olsun, möminin barəsində olsun, bir möminin barəsində bir insan görsən əvvəl xoş gümanda idi, yaxşı fikirdə idi, ona imanı var idi, etiqadı var idi, bağlılığı var idi. Amma görsən bu adam indi nəsə bir hadisə oldu, düşdü şübhiyə, düşdü şəkkə. İndi onun barəsində bədgüman olur, onun barəsində müəyyən fikirlərə düşür, pis fikirlərə düşür. Amenu billahi və rasulih thumma lam yertabu. İman gətirib sonra şübhiyə düşməyənlər, iman gətirdiyin üstündə möhkəm qalasan. Və cahadu bi amvalihim və anfusihim. Bu da kifayət eləmir. Elə ki möhkəm qaldın, sənin imanını yerindən oynadacaq nəsə bir məqam olanda sən imanını qorudun, möhkəm dayandın, sabit qədəm oldun, o şey sənin imanına xələl gətirə bilmədi. O sənin düzgün əqidəvə, etiqadıva xələl gətirə bilmədi. Sonra başlayırsan çalışmağa və cahədu, cəhd eləyirlər, çalışırlar. Nə ilə çalışırlar? Bi əmvalihim, malları ilə, pulları ilə, əldə nələri var, onlarla çalışırlar. Bu qədər yox, bu qədər də kifayət eləmir. Və ənfusihim, canları ilə də çalışırlar. Malla çalışır, canla çalışır. Canla çalışmağın çoxlu növləri var. Burada fiziki çalışmaq nəzərdə tutula bilər. Axırda insan öz canını fəda edə bilər. Bu nəzərdə tutula bilər. Elmi çalışmalar nəzərdə tutula bilər. İnsan zehnini, insan bütün varlığını həsr edə bilər. Ancaq həmin o iman ki gətirib, o haqqa, o həqiqətə bağlanıb və şəkkə də düşmür, onun yolunda başlayır səy göstərməyə. Əlinə mal gəlir, malı ilə səy göstərir. Malı yoxdur, canı ilə səy göstərir. Elmi ilə səy göstərir. Hərəkəti ilə səy göstərir. Xülasə, hər bir varlığı ilə, hər bir şeyi ilə hazırdır ki, həmin bu iman gətirdiyi və şübhiyə düşmədiyi dəyər uğrunda, bir şəxs uğrunda, Peyğəmbər, onun əhl-i beyti uğrunda hətta canını belə sonda fəda etməyə hazırdır.